Slovakiya Respublikasının prezidenti Peter Pellegrini'nin Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşada rəsmi qarşılanma mərasimi keçirilib. Slovakiya lideri Füzuli Beynəlxalq Hava Limanına gəldikdən sonra Şuşaya səfər edib və burada dövlət səviyyəsində qarşılanıb. Şuşanın tarixi məkanlarından birində keçirilən mərasimdə hər iki ölkənin dövlət bayraqları dalğalandırılıb, fəxri qarovul dəstəsi düzülüb. Slovakiya prezidenti Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qarşılanıb. Səfər çərçivəsində Azərbaycan-Slovakiya münasibətlərinin inkişaf perspektivləri, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir. Peter Pellegrininin Şuşaya səfəri həm də Azərbaycanın azad edilmiş ərazilərinin beynəlxalq qonaqlara təqdim olunması və bölgədə yaranmış yeni reallıqların nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Şuşanın belə yüksək səviyyəli beynəlxalq görüşlərin ünvanına çevrilməsi, şəhərin yalnız mədəniyyət deyil, həm də diplomatik mərkəz kimi artan rolunu göstərir.